Əməliyyat sistemlərinə aid çox maraqlı belə bir suala baxaq. Deyilir ki, lazer printerlərin çap sürəti 1 dəqiqədə çap edilən səhifə sayı ilə ölçülür. Çap sürəti 34 olan printer 120 saniyə ərzində çap etdiyi səhifə sayını 64 sürətə malik printer neçə saniyəyə çap edər? Deməli, çap sürəti 34-dür. Yəni ki, 1 dəqiqədə 34 dənə səhifə çap edir. Düzdürmü? Yəni sürət o deməkdir. 120 saniyədə. Yəni 1 dəqiqə məlum məsələdir ki, 60 saniyədir. Deyir 120 saniyədə çap etdiyi səhifə sayını. 60 saniyədə 34 səhifə çap eləyirsə, 120 saniyədə də x səhifə çap eləyər. Tənasüb kimi bunu həll eləsək, görərik ki, x bərabərdir 120 vur 34 böl 60. Oradan da alınır ki, x bərabərdir 68 səhifə. Deməli, 120 saniyə bu 68 səhifə çap eləyərmiş. Eyni deyir ki, 68 sürətə malik printer bunu neçə saniyəyə çap eləyər? Deməli, sürəti 68-dirsə, deməli, nə deməkdir bu? 60 saniyə 68 səhifə çap eləyir. Bu deməkdir. Elə burada da 68 səhifə dediyinə görə, deməli, cavab 60 saniyə olur. 60 saniyə bizim cavabımızdır. Burada da neçə saniyə dediyinə görə elə 60 götürürük. Neçə dəqiqə desəydi 1 dəqiqəyə götürərdik. Cavabımız olur 60 saniyə.